seanslara yazılanda öncədən nə vaxt nəticə əldə edəcəklərini soruşurlar. Adi bir həkimə belə gedəndə birinci diaqnostik olur, sonra dərman yazılır və nə qədər bu reseptə uyğun davrandığınıza əsasən nəticə əldə edirsiniz. Bir həftə sonra gəlin kontrol eləyək və s. Psixoloji durumda da eyni şeydir. Çünki ruhumuzu müalicə edirik. Gözlə görünməsə belə fiziki bədən qədər proses eyni gedir demək olar. Hər hansı bir diaqnostika olmadan vəziyyətin nə qədər kritik olduğunu, nə qədər vaxt aldığını öncədən bilmək çətin məsələdir. Və yaxud da ki, seansa gəlib mən nə vaxt düzələcəm və düzələ biləcəmmi? Və sual elə bir tərzdə qoyulur ki, bir şərt kimi səslənir ki, əgər düzələcəmsə gəlim. Düzdür, təbii ki, nəticə verə biləcək bir psixoloq və ya coachdursa, onunla bərabər bir yol gedəcəyiniz təqdirdə həyatınız dəyişməyə başlayır. Amma nə qədər effektiv bir nəticə əldə etməyiniz sizdən asılıdır. Seansdan sonra deyirlər ki, mən bunu hiss edirdim. Coachingə əsasən psixologiyada biraz fərqlidir. Biz diaqnoz qoyuruqsa, bəzən bilmədiyimiz şeylərlə bağlı ola bilər və onda sizdə bu bununla bağlıymış. Amma bir də var coachingdə. Coachingdə isə sizin bildiklərinizi sadəcə olaraq işıqlandırırıq ki, sizin içinizdə həmişə bir həqiqət var. Yəni o işıq hamının içində var. Sadəcə olaraq bəzən o qədər çətinliklər, şübhələr və yaxud da ki, problemlər ola bilir ki, siz içinizdəki o həqiqəti hiss edə bilmirsiniz. Coach həmin o həqiqəti üzə çıxartmağa və ya işıqlandırmağa kömək edir ki, siz özünüzlə olan bağınız güclənsin. Yəni, coachun əsas işi bu olur. Şərt qoymazdan əvvəl düşünün ki, siz nə qədər bu prosesdə iştirak etməyə açıqsınız və buna nə qədər zaman sərf etməyə hazırsınız və ümumiyyətlə zaman sərf etməyə hazırsınızmı? Yoxsa məsuliyyəti psixoloqa və ya coacha, mentora atıb istəyirsiniz ki, o sizin əvəzində hər şeyi həll eləsin. Sizin həyatınızın nəticəsi, gedişatı, nə qədər zövq alacağınız sizdən asılıdır. Sadəcə olaraq coach bunu işıqlandıra bilər, psixoloq isə problemlərin nə ilə əlaqəli olduğu haqqında məlumat verə bilər. Amma o yol gedə biləcək insan sizsiniz. Əgər bu yolda getməkdə də dəstək lazımdırsa, təbii ki, onlar həmişə sizə dəstək ola bilərlər. Sualınız varsa yaza bilərsiniz.